Yeni virüs yaylı. Boğaz şişir, kızdırma verir, öskürək verir, sinə, bəlğəm yığır, günlərlə yataqdan qalxa bilmirsən, halsız olursan. Səhiyyə Nazirliyi çağırış eləyib. Qrip və respirator virus infeksiyasının bu qədər sürətli yayılma səbəbi sizin özünüzdən asılıdır. Belə ki, gigiyenik qaydaya düzgün riayət etmədiyiniz üçün, qapalı məkanlarda daha çox oturduğunuz üçün bu virus infeksiyaları bu qədər sürətli yayılır. Bəs nə etməlisiniz? Ekrandakı ağ ürəyə toxunun, qırmızı olsun, ətraflı izah edin. Birincisi, gigiyenik qaydaya riayət edin, təmizliyinizə diqqət edin. İkincisi, qapalı məkanlarda daha az oturun, çalışdığınız qədər açıq havada oksigen qəbul edin. Üçüncüsü, immunostimulyatorlardan istifadə edin. Misal üçün alfa-glukan kapsul. Alfa-glukan kapsul qəbul edildiği zaman tərkibindəki vitamin və mineralların köməyi ilə orqanizmin immun sistemini gücləndirir, bir növ qalxan rol oynayır. Yəni ki, qrip və respirator virus infeksiyalarına qarşı bağışıqlıq yaradaraq sizi bu viruslardan qoruyur. Üstəlik saçı və dırnağı gücləndirir, qan devranını yaxşılaşdıraraq ürək xəstəlikləri riskini də qismən azaldır. Ölkənin bütün apteklərində var. Tapa bilməsəz, əzazlarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu virus infeksiyalarından qorunmaq üçün peyvənd elətdirə bilərsiniz. Bu sizin özünüzdən asılıdır. Məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əzasınız bal olanda hər zaman sağlam qalasınız.